Təsəvvür edin ki, Norveç, Finlandiya və İsveçdə uşaqlar üçün oxu və yazı təhsili 7 yaşında başlayır. Bu yaşa qədər uşaqlar heç nə oxuyub, əzbərləyib yazmırlar. Sadəcə və sadəcə oynayır, çoxlu hərəkət edir, danışır, ətraf mühiti öyrənirlər və salam. Heç bir yazı dəftəri, əlifba kitabı və başqa tapşırıq yoxdur. Araşdırmalara görə Norveç və Finlandiyalı yeniyetmələr dünyada oxu savadlılığı və riyazi düşüncə üzrə sabit şəkildə ilk 10-luqda yer alırlar. Oxumağı 4-5 yaşında öyrənməyə başlayan Amerikalı və digər ölkələrdən olan həm yaşadıları isə 35-40 bal daha aşağı nəticə göstərirlər. Heç bir uşağın beyni 6 yaşa qədər heç demə oxu bacarığı formalaşdırmır. O əsas memarlıq qurur. Məkan düşüncəsi, emosional tənzimlənmə və işçi yaddaş üçün neyron şəbəkələri. Bu təməldir. Əgər bu dövrdə beyin hərflərlə məşğul edilərsə, o zaman hərfləri qurur, təməl isə yarımçıq qalır. 4 yaşında oxumağı öyrədilən uşaq oxuyur. 7 yaşına qədər toxunulmayan uşaq isə 10 yaşına çatanda daha yaxşı oxuyur. Mətni daha sürətli anlayır və diqqətini daha uzun müddət saxlaya bilir. Bax, belə izləyicilər, maraqlı məlumatları qaçırmamaq üçün səhifəmə abunə olmağı unutmayın. Hələlik.